Deməli, millət, indi hal-hazırda əməliyyat hekayəsi qururuq, birlikdə quracağıq. Öncəliklə formalaşdırıram. Bax, bizim traderik, düzdürmü? Bizim fövqəladə bir işimiz yoxdur. Yəni, qrafik asırıq, müəyyən saatda, indi hər kəsin bir trade eləmə saatı var yəqin ki, yəni xaotik eləmirsə daha gözəl. Ə, Müəyyən bir saatda açıram qrafiki, gözlədiyim strategiyama əsasən, işlək bir modelimə əsasən, məni qazandıran modelimə əsasən, marketdə gözləntilərimi gözləyirəm. Bax, gözləntilərim nədir? İndi hal-hazırki vəziyyətdə burada çox gözəl bir şəkildə long pozisiyası var idi. Bunu dəyərləndirmədim. Dəyərləndirməmə səbəbim strategiyamın və ya modelimin daha doğrusu daha ideal bir təsirini almadım. Take profit oldu mu? Oldu. Yəni teoriyada, çünki əməliyyata girmədim real accountda. Bir dəqiqə idi, lap belə görsədim sizə. Yəni buradan gözəl baxaq bir dəqiqə. Yəni yaxşı bir yüksəliş idi, amma dəyərləndirmədim. Niyə dəyərləndirmədim? Çünki ə, modelimə uyğun, yəni deyildi. Tam uyğun değildi. Demək olar ki, uyğundu, amma tam uyğun değildi. İndi hal-hazırki gözlədiyim situasiya saatlı qrafikdə previous high-ın və yaxud da previous low-un təmizlənməsi. Deyirsiniz ki, hə, sadəcə previous high low-a görə yox. Sadəcə indi previous high low-un təmizlənməsi, yəni bütün situasiya təsdiqlənir. Hal-hazırki vəziyyətdə sadəcə və sadəcə previous lovun təmizlənməsi qalıb. Mənim üçün əsasən high yox, əsasən lovun. Amma bu premium bölgəyə gəlsə bura, hə burada bir previous high təmizlənsə və burada mənim üçün 15 dəqiqəlik security SMT yaratsa, hə, bu zaman short yönlü bir pozisiya dəyərləndirərəm. Amma hal-hazırki bütün ön yargım long istiqamətindədir və gözləntim bu şəkildədir. İndi hal-hazırda gözlədiyim budur. Yəni sakit beyinlə, təmiz beyinlə qrafik açmışam. Mənə lazım olan nə varsa ekranımda da hal-hazırda. Kumulativ deltadır, qrafikdir, S&P-dir, Dow Jones-dur. Yəni burada baxacağım partiyalar bunlardır deyə. Bunlar hamısı aktiv şəkildə gözləyir. Deyirəm ki, hesabı da bağlamışam. Yəni mən əməliyyata girən zamanı bir həyəcanlı şəkildə, tələskən şəkildə olmağım üçün heç bir səbəb yoxdur. Sakit beyinlə burada bir əməliyyata girəcəm. İndi misal üçün hal-hazırki vəziyyətdə yenə 15 dəqiqəlik qrafikdə bir SMT yaratdı. Burada baxsaz görəcəksiniz. 15 dəqiqəlik qrafikdə bir SMT yaratdı. Düşüş yönlü. Yenə dəyərləndirmədim. Deyirsiniz ki, hə, bəs bu qədər fürsət qaçırırsan, niyə dəyərləndirmirsən? Bunu biraz daha artıq daimi qazanan traderlər mənə düzgün şəkildə başa düşər burada. Bax, burada mən bu əməliyyatı dəyərləndirməmə səbəbim, yəni başlıca səbəblərdən biri mənim gözlədiyimin, yəni bir var marketə görə hərəkət edeyim. Bir də mənim işlək modelim var və mütəmadi olaraq da market bunu davamlı olaraq eləyir. Və davamlı olaraq eləyirsə mən buna sadiq qalmalıyam, düzdürmü? Bilirəm ki, qazanc yəni buradan gəlir. Yəni bu artıq mən bu leveli keçmişəm. Bilirəm ki, hə, bu qazanmağın yolu bu şəkildədir. Hə, çoxlu əməliyyat aça bilərəm. Məsəl üçün buradakı bu düşüş də dəyərləndirə bilərdim. Bu qalxışı dəyərləndirə bilərdim. Bunları da eləyə bilərəm. Amma açığı son vaxtlar, son bir 4 aya yaxındır ki, bəlkə də 5 aydır, tam unutmuşam. Amma görürəm ki, tam olaraq çoxlu xaotik əməliyyat açmanın çox da faydası yoxdur. Bunu əvvəllər də başa düşürdüm. Sadəcə şükür Allah ki, misal üçün əməliyyatlarım çox da pis getmirdi deyə mənim üçün problem olmurdu. Amma son vaxtlar, həqiqətən son vaxtlar gördüm ki, sadəcə bir riskimi bir tık üzərinə qaldıraraq və gün ərzində əməliyyat sayımı azaldaraq, daha optimizə şəkildə bir əməliyyata fokuslanaraq əməliyyat almaq daha güvənlidir və daha mənə çox qazandırır. Yəni burada əsas öyrənilmiş mövzulardan çox da mən trading sahəsinə hər zaman belə baxıram ki, yəni nəticə. Ümumiyyətlə məni tanıyanlar bilir, mən hər zaman nəticəyə baxan biriyəm. Yəni bütün mövzular, müəyyən mövzularda ki, nəticə mənim işimdə burada pul qazandırırmı? Qazandırır. Bəs daha çox mu qazandırır? Bəli, daha çox qazandırır. Bu mənim üçün yetərli olur artıq. İndi hal-hazırki vəziyyətdə misal üçün daha bütün situasiyalara deyirəm ki, marketdə gördüyüm pozisiyalara deyil də, mənim gözlədiyim həmin pozisiyaya daxil oluram. Əməliyyat qaçırırammı? Bəlkə də qaçırmış kimi görsənirəm. Halbuki qaçırmıram. Çünki mənim gözlədiyim əməliyyat o deyil. Bunu bir növ beynimdə psixoloji olaraq uzun zamanlarda bunu eləmişdim, amma dediyim kimi artıq daha sərt şəkildə bunu özüm belə adlandırıram açığı. Bilənlər əvvəldən
izləyənlər bilirsə, ovçu psixologiyası deyə eləyirəm. Çünki ovçu psixologiyası belədir ki, misal üçün bir hədəfi vurmaq istəyəndə yan-yörəsində olan bütün hədəflər artıq qalır qıraqda, hətta yaxınında olsa belə, daha asan olsa belə, onlara dəymir. Keçir nə edir? Ən başda hansı hədəfi hədəfləmişdisə, artıq onu vurmağa çalışır. Eynilə də məndə də hal-hazırki vəziyyətdə, yəni burada gördüyüm bütün əməliyyatlar mənim üçün arxa plandadır. Yəni dumanlı şəkildə görürəm. Bir dənə fokuslandığım bir şey var. O əməliyyatı alana qədər, yəni o gələnə qədər mən sadəcə səssiz şəkildə bir psixologiyasında, ovçu psixologiyasında oturub sadəcə və sadəcə ovumu gözləyirəm. Yəni hal-hazırki mənim vəziyyətim budur. Bəs bunu niyə paylaşıram? Çünki mən səhifələrimdə əsasən və yaxud da indi bunu böyük ehtimal tələbələrlə də bölüşəcəm ki, yəqin ki, bundan sonra belə videolar çəkərəm. Çünki izlədiyim insanlar görürəm ki, həqiqətən əsas məntiqdən hər zaman çıxırlar. Əsas məntiq nədir? Pul qazanmaq. Trade etmək deyil. Yəni trade etmək pul qazanmaq demək deyil. Bunu hər kəs teoriyada başa düşür, nəzərdə başa düşür, amma praktikaya gəldikdə bəlkə gördüyüm qədərlə müşahidəmə əsasən hər kəs başa düşmür. Bu nə deməkdir? Yəni trade etmək pul qazanmaq deyil. Çünki trading elə bir iş sahəsidir ki, burada daimi və yaxud çox çalışmaq həqiqətən səni uğurlu edəcək deyə bir şey deyil. Üzərində çalışmağa ayırmıyorsan, amma qrafikin üzərində, yəni sən artıq əməliyyat aç, əməliyyat bağlı, əməliyyat aç, əməliyyat bağlı. Bu sənin qazanma ehtimalını çoxaltdığı qədər də itirmə ehtimalını çoxaldır. Bu itirmə ehtimalı çoxaldığın üçün sən aldığın bütün əməliyyatlar mənfi də ola bilər, müsbət də ola bilər. Bu artıq sənin həmin vaxtı verəcəyin qərarlara görə dəyişir. Amma bundansa gün ərzində disiplinli şəkildə, intizamlı şəkildə bir və yaxud da iki bir əməliyyata fokuslanma, hətta çox overtrade eləyirsinizsə, yəni sizə tövsiyəm 2 və 3-ün üzərində heç qalxmamaqdır. 3 əməliyyata fokuslanıb, daha disiplinli şəkildə, daha düzgün şəkildə, daha optimizə olunmuş bir, yəni işlək modelinizə uyğun, ən azı 1000 əməliyyat datası olan bir modelə uyğun əməliyyatınızı alıb, sakitcə 5 ar ola bilər, 3 ar ola bilər, 2 ar ola bilər, bilmirəm neçə ar risk edəcəksiniz. Fonunuzun risk menecmentini bilmirəm indi fonunuz nə qədərdir. Ortalama bir 50 mindən 100 minə götürsək, qəşəng bir risk eləyib, burada əlinizi qorxaq da deyə bilmərəm ki, alışdırın. Hə, 0.25 ilə risk eləyin, açığı. Bunlar eləmədiyim şeylərdir deyə və yaxud da ondan da aşağı düşün. Yəni, eləmədiyim bir şey tövsiyə edə bilmərəm. Əlinizi qorxaq alışdırmasanız əksinə daha yaxşıdır. Çünki siz gün ərzində bir əməliyyat açacaqsınız. O bir əməliyyatda çox güvənli şəkildə açacaqsınız. Yəni, take profit olanda da bir növ qrafikdən həzz alasınız. Buna əslində özünüz də fikir versəniz, görərsiniz ki, o çox trade edənlərin riski nə qədərdir normalda. Yəni, misal üçün nəzərdə tuturam, 50 minlik fonda, 100 minlik fonda bəlkə də 100 dollar, bəlkə də 200 dollar, bəlkə də 300 dollar. Halbuki bilirsiniz ki, o fonların qarşılığında biraz daha böyük olmalıdır məbləğlər, düzdürmü? Ona görə də bu tip əməliyyatlarınızı, yəni daha çox bu tip videolara fokuslanacağım. Çünki yəni düşündüyüm odur ki, əsas mövzu psixologiya çox vacibdir, düzdür. Amma inanın ki, ən çox vacib olan situasiyalardan biri mənim fikrimcə işlək modeldir. İşlək model tapmaqdır. İşlək modelin varsa əgər, həqiqətən sən işlək modeli və sadə də qalırsansa əgər, psixologiya biraz qalır qıraqda. Niyə qalır qıraqda? Bunu biraz detaylandırmaq olar. İndi bir dəfiyə bunun üzərindən keçsəm, biraz tam başa düşülən olmaz. Amma onu deyim ki, millət, ən azı 1000 və yaxud da daha çox ola bilər. Daha çox olsa daha gözəl. İşlək modelinizi, yəni 1000 datası olmuş, 1000 əməliyyat olmuş canlı qrafikdə dəftərlə, ruçka ilə yazdığınız, özünüz yazdığınız bir modellə işləsəniz daha gözəl olar. Bunu daha çox tövsiyə edirəm. Nəysə, indi burada alacağımız əməliyyata da bu videonun sonunda ora sürətləndirilmiş şəkildə yəqin ki, əlavə edəcəm. Orada baxarıq. Neçə əməliyyat alındı, necə oldu, niyə əməliyyata daxil oldum. Əsasən, niyə əməliyyata daxil olduğumdan əsas, yəni sizə burada izah eləmək istədiyim mövzu, mən o əməliyyata gedənə qədər, o əməliyyat gələnə qədər nə kimi proses keçdim. Aydındır. Mən hal-hazırda neçə saatlik qrafikin qarşısındayım. Baxdıqda bir 30-40 dəqiqəni keçmir. Niyə 30-40 dəqiqəni keçmir? Çünki yəni, mənim modelim burada işləyir. Mən bunu gözləyirəm.
İndi nəysə bunu gələn videolarda bir video yükləməyim. Çünki çox qarışıq görsənər. Amma ard-arda videoların içərisinə səpəcəm belə ki, daha hər kəs tradingdən zamanı əgər faydalı olsa dəyərləndirsinlər. İndi hal-hazırda bundan sonra yəqin ki, videonun daha əməliyyat videosunu qoyacağam. O da yəqin ki, musiqili olar. Musiqinin keyfini çıxarın. Feet on the ground, but my head's in the blue. Sunlight's a whisper, it's breaking right through. I'm a spark, I'm a flame, I'm a fuse. What's the use? Roll it back,